Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsindəki malikanə tipli fərdi yaşayış evləri kənardan insanın zövqünə oxşuyur. Əgər Yunis Əsgərli, Zöhrə Əliyeva və Svetlana Axundova kimi abonentlərin timsalında fərdi yaşayış evlərinin sayğacına edilən qanunsuz müdaxilələr olmasa, müdaxilələrin nədən ibarət olduğunu isə işini zövqlə görən Sokar Azərqaz İstehsalat Birliyinin işçi qrupunun əməkdaşlarının dilindən eşidək. Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində bir sıra malikanə tipli evlərə baxış keçirilmişdir. Bu fərdi yaşayış evlərdən biri Yunis Əsgərliyə məxsusdur abonentimiz. Qaz təsisatına baxış keçirilən zaman heç bir nöqsan aşkar edilmədi. Qazın təzyiqi normaldır. İstilik sistemi yüksək səviyyədə çalışır. Lakin sayğaca baxış keçirilən zaman nöqsan aşkar olundu, yəni işçi qrupu tərəfindən. Belə ki, bu sayğacın kənar təsir nəticəsində müdaxilə olunub. Sayğacın deməli nömrəsi 1602 AZ1301 1630808. Sayğacın göstəricisi 5779 kub, qırmızı hissəsi isə 999 kubdur. Belə ki, bu 9 0 olur, lakin 79 olmur 80, yəni 70 olaraq qalıb. 9 yerinə boş-boşuna fırlanır. Bu da onu göstərir ki, sayğacın dişli çarxına kənar təsir nəticəsində müdaxilə olunur. Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində xidmət apararkən, sayğaca baxış keçirərkən məlum oldu ki, Əliyeva Zöhrə Müsəl qızına məxsus fərdi malikanə tipli fərdi yaşayış evinin qaz sayğacı, sayğac nömrəsi 1302 AQ 101 30 51 205. Hal-hazırda tərəfimizdən sayğaca baxış keçirilir. Sayğacın çıxışı açılıb. Sayğacların qaz keçir. Sayğacın mexaniki göstəricisi 33066.933-34 hərəkət edir. Sayğacın elektron göstəricisi 33067.4. Hal-hazırda sayğacdan qaz keçir. Sayğac sərfiyyatı qeyd edir. Sadəcə olaraq mexaniki göstəricilər dəyişiləcək. 66-67 olmayacaq. Qırmızı çevirgəzlər 0-0 oldu, sayğac 67 olmadı, 33-0-66 olaraq qaldı. Bu o deməkdir ki, sayğac boş fırlanır, pulu silmir. Sayğac müdaxilədir. Yavər Əliyev küçəsində yerləşən sayğacın müdaxilə məruz qalmış digər fərdi yaşayış evi budur. Bu ev də malikanə tipli evdir və Svetlana Axundovaya məxsus sayğacın müdaxilə olunub. Bu sayğacda da eyni qaydada deməli dişli çarxı kənar təsir nəticəsində müdaxilə olunub. Yəni sayğac boş-boşuna fırlanır, pul silmir. Kənar müdaxiləyə məruz qalan hər üç malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Meteorologiya Departamentinə gətirildi. Abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirildi və hər üç sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olundu. AZ1 301 16 30808 nömrəli sayğac. Sayğacın qutunun plombu kəsilir. 125 45 621. Qutu nömrəsi 4490. Sayğacın iş prinsipini yoxlamaq üçün hava vurulur. Plomblarda izlər olduğu üçün sayğaca ümumi baxış keçiriləcək. Sayğacın daxilinə baxış keçirilir və məlum olur ki, sayğacın hesablama mexaniki işləməsində maneə törədilib. Elektron hissəyə ötürücü olan impuls ötürücü aşkar olunmadı və mexaniki hissədə hərəkətə gətirən çarxlar kəsilib. Litr hissədən kub hissəyə keçən çarxlardan biri aşkar olunmadı, yoxdur və buradan yapışqan maddə ilə yapışdırılıb. Müdaxilə qaz ikisidir.
Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, bu kimi hallara qarşı qanun çərçivəsində tədbirlər görüləcək.